prezident var, onun da Azərbaycan kökənli olduğu bəllidir. Biz İran prezidentinin Azərbaycana bu ay səfər edəcəyini gözləyirik. Bu vacib səfər olacaqdır ikitərəfli münasibətlərin inkişafı baxımından və regional hadisələrin inkişafı baxımından. Bugünə qədər hər iki ölkənin yüksək səviyyəli nümayəndələri qarşılıqlı səfərlər ediblər. Biz seçki prosesi zamanında İrandakı baş verən proseslər bizi məmnun etdi. İranda yeni prezidentin seçilməsi bizi məmnun etdi. Biz İrandan müsbət mesajlar eşitdik. Biz bütün qonşularımızla, o cümlədən İranla yaxşı münasibətlərə malik olmaq istəyirik. İranla bizim geniş nəqliyyat və iqtisadi gündəliyimiz var. Biz orta dəhliz haqqında artıq danışdıq. Eyni zamanda Azərbaycan digər bir vacibi dəhliz, şimal-cənub dəhlizinin tərkib hissəsidir və xəritəyə nəzər salsaz görə bilərsiniz ki, bu nəqliyyat dəhlizlərinin aparılması, çəkilməsi zamanı Azərbaycandan yan keçmək qeyri-mümkündür və Azərbaycan ərazisində bütün yol və dəmir yolu infrastrukturu icra edilmişdir. Biz gözləyirik ki, yük daşımaların həcmi artacaqdır və bu baxımdan biz öz dəmir yolu şəbəkəmizi genişləndiririk.